Amma ruh eşini tapmaq istəyən xanımlara ən başlıca, ən məsləhət gördüyüm, görə biləcəyim bir məqam var. Onu bildirmək istəyərdim, çatdırmaq istəyərdim və istərdim bütün subay xanımlar bunu nəzərə alıb daha sonra bu seanslara müraciət eləsinlər. Biz ruh eşimizi axtarmaqla və yaxud ikinci yarımızı axtarmaqla, tapmaqla bir elə məsələlər həll olunmur. Biz birinci özümüzü doğru, düzgün bir hala, vəziyyətə gətirməliyik. Nəyə görə? Çünki mənim əgər indi özümün həyatımda müəyyən məqamlarda deyək ki, problemlər və yaxud çətinlik çəkdiyim hər hansı bir məqamlarım varsa, mənim frekansıma uyğun da bir ruh eşi mənim həyatıma gəlib daxil olacaq. Biz isə nə istəyirik? Həyatımıza daxil olan insandan daha asan, daha rahat bir ömür sürmək istəyirik. Amma mənim problemlərim olduğu halda bunları problem və yaxud mənfi məqam adlandırmaq da düz deyil. Bu mənim ruhumun hal-hazırda ərdəmlənmək üçün yaşadığı vəziyyətlərdir. Bu normal bir şeydir, hamımızda var. Mən o vəziyyətləri doğru, düzgün şəkildə yaşayıb bu dərsləri almalıyam, məziyyətlərimi qazanmalıyam. Mən o məziyyətləri doğru, düzgün özümdə görüb, qəbul edib, alandan sonra dərslərimi daha sonra ruh eşi axtarmalıyam ki, mənim frekansım yüksəlsin və frekansı yüksək olan bir insanı da həyatıma çəkə bilim. Çünki zaten mən əgər frekansım nisbətən aşağıdadırsa, özümə uyğun da insan çəkəcəm və biz dərslərimizlə elə yanaşı alacağıq, daha çox problemlərlə, çətinliklərlə üzləşəcəyik. Ola bilər, yəni yola getməməklər, müəyyən bizim narahat edən məqamlar da elə bu hallarda baş verir və bizi incidir. Ona görə ruh eşi axtarmamışdan öncə özümüzdəki məhz şəfalanmalı anları müəyyənləşdirməli, o vəziyyətləri şəfalandırmalı, daha sonra özümüzə uyğun bir ruh eşi tapa bilərik və tapmalıyıq.